Martin Heidegger'den danışacağıq biraz fəlsəfədə bu gün. Yanımda Sina var, amma səssizliğə bürünübdü. Danış demə. Niyə danışırsan? Mənə bir çox danmaq gəlib. Bir dəfə də Türkçənin sözünü kəssən, qapiyan snayper yollayacaq. Bu arada mənim Da fanlarıma mən çox danışmayacağam. təşəkkür edirəm. Mənim dalımda durduğunuz üçün, feminist olduğunuz üçün, Dostlar, qadınları bir qabaqçı epizodumuzda və əlbəttə ondan qabaqçı epizodlarda da hər Instagramdan dalda epizodda. yazın. Qabaqçı epizod yox da ən son epizodumuzdan sonra Instagramdan mənə yazıblar ki, ya mən followdan çıxıram sizi, Telegramdan çıxıram. ya da qoy Türkçəni danış. Biraz felsefe. Biraz felsefe. Biraz felsefe. Biraz felsefe. Biraz felsefe. Biraz fəlsəfə. Biraz fəlsəfə. Mən başlamayacağım Türkçə xanım, buyurun. Buyurun, Sina bəy. Mən bu gün dediyim təkcə Heideggerdən danışacağıq və Heideggerin fəlsəfəsini mən belə oxuduğum videolarına baxırdım ki, özümə xatırladan məsələmin nələrdən danışa bilərik və bunlara baxa-baxa mənim ağlıma bir sual gəldi və bu sualı səndən soruşmaq istədim. Çünki sən həmişə mənə sual soruşursan. Sən həmişə mənə sual soruşursan, mən də bunu səndən soruşmaq istəyirəm. Belə bir şey vardı ki, siyasətçilər bir məsələmin yarış olanda ki, bir pozisyona yarışırlar. Bir çox zaman görürük ki, dünyanın hər yerində, bu otokrasi də olsa, demokrasi də olsa, hər nə olsa, görürük ki, bir sözlər deyirlər və bəzi yalanlar deyirlər və bu yalanlar ya sözlərini tutmurlar, axırında yalançı olurlar, ya da ya elə əvvəldən yalan deyirlər, bilə-bilə ki, sözlərini tutmayacaqlar. Belə bir baxış açısı vardı ki, deyirlər ki, siyasətçilərin bunu eləmək səbəbi budur. İnsanlar özlərində, insan vətəndaşları deyirəm, o cəmiyyəti deyirəm ki, çoxunluqla o real həyatı başa düşmürlər və başa düşmək də istəmirlər. Məsələn, bir siyasətçi gəlsə, yarışsa ki, bizim ölkəmizdə bir bələn aclıq vardı, bir bələn uşaq evliliyi vardı, bir bələn şey vardı. Heç bir vətəndaş gəlib o siyasətçiyə rəy, gedib səs verməyəcəkdir. Buna görə o siyasətçi məcbur qalır ki, ya yaxşı dillə, ya belə nə bilim mehriban dillə, yumşaq dillə, ya da yalan dillə gedə o pozisyonu alır ki, gələ siyasətçi olur. Çünki heç bir siyasətçi düz danışaraq gedib bir pozisyon ala bilməz. Hətta çox yaxşı işlər görmək istəsə də. Səs verməzlər. Səncə pəs bir siyasətçinin o job description'ında, yəni iş şeyində, rezüməsində ya o xəllaqiyyətlər ki, lazımdır bir insana siyasətçi olmaq, yalın danışmaq onun məharətlərindən biri olmalıdır. Bunu o cür o dəfə danışmışdıq da, mən deyirəm lider danışa bilmir. Tətəpətə eləyir. Ağzı burnu dolaşa bir-birinə danışa bilmir. Çünki niyə? O sabah sənin başın böyük də qoya bilməz. Gözəl danışan bir lider. Gəlib sabah boşun. İndi suala gələk. Hələ mən onu danışmışdıq. Cəmiyyət də onu seçmir də. Cəmiyyət də deyir ki, mənə yalan danış, mənə yalan danış, mənə aldat. Sistemimizin çökməsi bu gün, siyasətin o cür ki qurulmuşdu, çökməsi və insanların indi bu fikrə gəlməsi, mən səs versəm də, verməsəm də nə fərq eləyir? Elə bir şey dəyişdirə bilmirəm sanki. Gəlir, çıxır, gedir. Yunanistanda Yanis Varoufakis'i məsələn seçdilər və çox solda Siriza əslən çox sol partidir. Çox sola qalır. Akademisyenlərdən dolu bir partidir. Kəsdən siyasətçi. Məsələn o bu gün o bildiyimiz o marksist falan düşüncələr deyil, bunlar bir siyasətə gəlməzlər ki. Bunlar marjinal və şaltı dənə inqilabi insandırlar. Gəldilər, səs verdilər. Yunanistan pis vəziyyətdə olduğu üçün o zaman vəhşicəst olurdu. Gəldilər, seçdilər, çıxdı, gəldi zada üstə. Nə oldu? Yunanistanın vəzi daha da pis oldu. Nəxçə? Siyasi sistemi pis qurduğumuz üçün. Bu yalan danışmaq məncə də məharət sayılmalıdır. Yəni əgər yalan danışa bilmirsən, yalan danışmaq yox, bəli. Xalqı necə ən çox birləşdirib, ən çox səs alıb seçim qazana bilərsən, nə pahasına olursa olsun. Etika yoxdur bax da burada. Nə pahasına olursa olsun, seçimi necə qazana bilirsən, səs necə qazana bilirsən, ən çox səsi necə qazana bilirsən və ya %51-i necə qazanıb gəlib seçimi gələ bilərsən, o önəmlidir. İndi mən bu sualı soruşdum ki, mən bunu Heideggerə gətirib bağlamaq istəyirəm ki, Heidegger çox individualistik bir baxış açısına sahibdir. İnsanların şəxsi varlıqlarına, dəyərlərinə daha çox önəm verir və bu qoyun mentalitəsindən ki, o sürü mentalitəsindən ki, məsələn, filan kəs filan işləri görürsə, mən də onu eləməliyəm. Ya filan kəsin, nə bilim, 300 nəfərlik toyu varsa, mənim toyumda 450 nəfərlik olmalıdır. Qızıl alıbsa, qolbağı alıbsa.
mən belə eləməliyəm. Mən O mentalitəyə çox qarşıdır. elmas almalıyam. Deyir ki, biz gedib şəxsi, o individualitəni tapmalıyıq və şəxsi olmalıyıq. İçərimizə dönməliyik ki, içərimizdə nə var onu Bunlar danışacağıq tapmalıyıq. bir. İndi bunlar danışacağıq. Amma mən hələ də bəs əgər biz gəlib sənin cavabından yola çıxıram ki, biz deyirsik ki, sistem belədir. Yəni biz nə bilim siyasətçilər məcburdur yalan danışa seçilmək üçün və ya insanları yaxşı yönə belə itaat etmək üçün ya hər nəysə. Onda bəs biz necə ayırd edə bilərik ki, o şəxsiyyətlə mənim içərimdə mənim üçün mühüm, mənim üçün yaxşı olan şeylər, cəmiyyət üçün yaxşı olan şeyləri biz necə ayırda bilərik? Odur da məsələ. İndi burada bax, Heideggerdən danışacağıq. Gələk əvvəl Heideggeri bir danışaq, sonra da gələk qayıdaq da bu sözlərə. Tamam. Mən istəyirəm bir çox söz var demək istəyirəm, amma Heideggeri danışmadan bu sözləri də deməyək. Tamam. Çox yaxşı bir konu açdın ki, bunu danışaq, sonra qayıdaq da bunu. Sualla başlatdım da. Harda başlayır bu Heidegger? Əvvəl həmişə bir cür başlayırıq, belə bir sünnət olubdu bizdə. Necə bu düşüncələr hansı ortamda dünyaya gəlir? Birinci Dünya Savaşı, İkinci Dünya Savaşının buraxdığı təxribat. Böyük bir ekzistensial varlıq böhranı yaşanır. Mən kiməm, nə oldu, nə qələt elədik? Modernizasyon bizi niyə çatdı buraya çatdı? Milyon insanlar ölür. Bu gün xudahafizləşir evdə qızı ilə, uşağı ilə, çıxır gedir, sabah evinə bomba düşür, başına bomba düşür, bir daha qayıtmır. Bilirsən də Dünya Savaşında nə filmlər düzəldibdi falan, bunlar hamısı katastrofik bir şeydir. Milliyyətçiliyin başqa bir boyutlara gəlib çatdığı, faşizm, halüsinasyonlar görmədə insanlar, yəni vaqiətdən uzaqlaşma və də artıq çox bir utopik, katastrofik bir dünya var. Məxsusən Almanda ki, bunun mərkəzidir. Həm Birinci Dünya Savaşında, həm İkinci Dünya Savaşında bədbəxtçilik içində. Bir də bunu məncə narkotik olmasını da çox məsələmin orada o zaman əsgərlərin kullandığı sən istər heroin olsun, istər o zaman daha bilmədiyimiz maddələri ki, fəqət rahatlıq, fəqət gecəni yata bilmək üçün onlara əslində nə qədər realitədən uzaqlaşdırır belə narkotik işlətmək. Bir böhran yaşanır. Sən varlıq böhranı. Mən kiməm, hardayam, bu dünya gərsəhti yoxdur. Yox, bir katastrofun içində çox çətin bir dünyadır. Anlaya bilməyək o zəngin içində olmasaq hər halda deyə düşünürəm insanlar olaraq da. Yaşamasaq ümid edirəm ki, heç kim də yaşamasın. 100%. Məncə ona görə və bilim də çox, bilirsən, bilim elə bir yerə gəlir çatır, o Kantdan sonra falan sünnəti, din öz yerini itirir, yerini buraxır pozitivist bilimə, modernitə, aydınlanma falan filan. Frankfurt School'dan başlayaraq bu dostlarımız, bu həlqələr, bu fəlsəfəçilər əslində bu projenin yanlış getdiyini, fəlsəfənin bir aşamadan sonra, Heidegger üçün Aristodan sonra yalan olduğunu yox, bəli boş olduğunu. Adam hesablamır. Adam hesablamır. Bir tümənə dəyməzlər düşüncəsinə. Dedi Aristoda da qurtulur. Yadınızda olsa dedik ki, ontoloji durur, daha artıq ontoloji danışılmır. Varlıq bilimi, nə vardı, var nə mənadır, yox nə mənadır. Bu daha danışılmır. Gedin birinci epizodumuza qulaq asın. Əgər ontolojini istəsəniz biləsiniz daha detayda. Özümüzü reklam edirik. Əsas məsələyə gəlir, çevirir. Burada varlıq məsələsi gəlir. Var yox arasındasan o savaşlar içində, ölüm qalım məsələsində. Və Heidegger deyir, oradan sonra yolu iştibah etmiş, bu Aristodan sonra. Varlıq məsələsindən uzaqlaşmışıq. Ya epistemolojiyaya yanmışıq, ya fani dünyadakı, material dünyadakı bəzi pişfərzləri qəbul edib getmişik. Varsayımları qəbul edib getmişik. Məsələn, bu əlimdəki su qumquması var ya yox, qəbul eləmişik ki, var və ya mən varam ya yox, qəbul eləmişik və bəzi qəbul elədiklərlə getmişik qabağa, başqa şeylərə fokuslanmışıq ki, həyatı necə quraq, necə bir-birinə davranaq, Marx'ı falan xatırlayın, Kant'ı falan, əxlaq nədir filan behman. Deyib, bunlara gəlməmişdən qabaq o ontoloji məsələsini həll eləmək lazımdır. Varlığı danışmaq lazımdır. Varlıq nədir? Var olmaq nə anlama gəlir? Və necə bilirik ki, varıq? Bu suallara qaytarır bizə Heidegger. Necə, nə cür gəlişir? Bəlkə mən çox uzun danışdım. Sözü mənə atırsan. Deyəcəm. Ay sağ ol, düzdür. İndi demək istəyirəm ki. Biraz fəlsəfə. Biraz fəlsəfə. Biraz fəlsəfə.
varlığa gəlir deyir, bir dənə alman kəlməsi işlədir. Bu da Fərqli dizayndır. Dizayn yəni varlığından xəbəri olan bir varlıq. Varlıq. Misal Bir insan. olaraq bir insan. Misal olaraq digər heyvanlar da var. Bütün insan da bir heyvandır, amma digər heyvanlar da vardır. Amma o heyvanlar varlıqlarından xəbərləri yoxdur. Heyvanlar oturub, mən acaba varmıyam? Ya məsələmin varlıq nədir sualını belə soruşmur. İnsan tək heyvandır ki, bu varlıq sualını soruşur və o da buna gəlir deyir və bunu da əslində consciousness, yəni şuuru ilə gələn bir şey olaraq qəbul edir. Yəni bizim şuurumuz vardır ki, biz soruşa bilirik, heç varlıq nədir, var olmaq nədir? Amma heyvanlar bu sualı soruşa bilmirlər. Onlar vardılar, amma varlıq sualının kontekstini, içərisini soruşa bilmirlər. Və bizim bu varlığımız context dependentdir. Yəni bizim çevrəmizə bağlıdır. Bizim varlığımız çevrəmizdən fərqli deyil. Əslində bizim o çevrəmizdir ki, bizim varlığımızın, şəraitimizin, yaşamağımızın səbəblərini, özümüzə baxış açımızı, ətrafımıza baxış açımızı qərar verən o bizim çevrəmizdir. Düzdür. Bəli, burada bir məsələ var. Varlığımızı biz fikirləşərək tapmırıq ki, düzdür? Heideggerə görə biz yaşayırıq, tapırıq. Evet. Niyə gəlirik, təcrübə eləyirik. Bu əlimdəki su Danışmışıq qumqumasının da. olduğunu, su qumqumasını işlədərək bilirəm ki, su qumqumasıdır. Fikirləşərək tapmıram ki. Burada bir məsələ var, burada bir problem var. Heidegger belə deyir ki, bir atılmışlıq var burada dünyaya. Geworfenheit kəlməsini işlədir və belə tərcümə olur bizim dildə hər halda deyirəm ki, atılmışlıq, tullanmışlıq. Bu dünyaya tullanırıq biz, atılırıq biz, yaxşı? Və bu bizim tərcihimiz deyil. Hansı dünyaya tullan, hansı ölkədə dünyaya gəlirik, hansı ad seçilir bizə, hansı kültür içində yaşayırıq, hansı Biz mədəniyyət. dünyaya gəlməyi biz seçmirik. Biz seçmirik. Bunların heç birini biz seçmirik. Yəni dünyaya rəsmən atılırıq. Bizim seçimimiz olmayan şəkildə atılırıq. Biz özümüzü bu dünyada bir dəmrə tapırıq və ona görə də bir özümüz olma problemi var burada. Üçün özümüz təsmin tutmuruq, özümüz qərar vermirik dünyaya gəlmiş hansı mədəniyyətə görə. Özümüz ola bilmirik. Sən qərar verməyibsən ki, hansı mədəniyyət. Məsələn, ələn müsəlman olub olmadığı bir insanın mən deyə bilərəm %99 buna bağlıdır ki, dədəsi, atası müsəlman bir ailədə dünyaya gəlib, müsəlman bir mədəniyyətdə dünyaya gəlib, yoxsa düzdür yox. Bir insanın filan ölkəyə milliyyətçi olması, filan mədəniyyətə milliyyətçi olması, filan ırqa bağlı olması nə mənəyə bağlıdır? O ırqdan olması, o mədəniyyətdən. O bunları sən seçmirsən də, düzdür? Ona görə burada bir orijinallıq problemi var. Sən seçmisən, amma həyatını onun üstünə qurursan. Məsələn, bunlar öz orijinal düşüncən deyil də, fake-dirlər, belə otentik deyil. Həqiqət. Həqiqət deyil. Bu var deyilsən bəs. Çünki bu varlıq tullanmışlıqdan gəlir. Sonradan zorla gəlibsən bu dünyaya və sən seçməyibsən bunları ki, sənin ola bilər. Ona görə inanır ki, bir çox insan bu dünyada otentik yaşamırlar. Orijinal şəkildə yaşamırlar. Bəlkə başqaları nə iş görürsə, onları görürlər. Sürü kimin. Düzdür, mənim anam necə yaşayıbsa, %50'sini oradan alıram. Başqa məktəbdə olan uşaqlardan, öğrencilərdən alıram. Özümlə olan bir şeyim yoxdur ki, ətrafdan olan irtibatdan qazanıram. Özün olmaq nədir? Özün olmaq nədirə istəyirəm gətirəm satan. Heideggerə görə də mənə görə özüm olmaq nədir o başqa. Onu bir dənə başqa podcast. Sinager nə danışır? Sinager. Nə deyir? Onu o gün danışır. Biraz felsefe. 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 Bu da biz birbirimizin qınamağımızın da bir məntiqi qalmır da. Məsələmin Nə vaxt? biz deyirik ki, məsələn, filan kəs məsələn, Taliban terroristdir. Sən axı Aydın. Talibanın misal olaraq deyirəm də fərq eləmir. Məsələn, Başqa bir filan misal kəs var da. özün gedir. Tamam, filan kəs gedir məsələmin nə bilim, nə deyim, bədəninə bomba alır, özün patladır. Çox bilə Gayet ekstrem Taliban. örnəklər verirəm. Baba indi onlar bilə- dövlət bilə. qurdular bari sən. Getdin başqa bir örnek. Bilə ekstrem misallar kullanıram. De. Məsələn, biz deyirik ki, filan kəs. Amma əgər biz determinizm perspektivindən baxırıqsa, məsələn, sən də o şəxsin yaşadığı şeyləri yaşasaydın, Yo, dəyişə sən də o bilərsən şəxsin də. dəyişə bilərsənmi? Heideggerə görə ora gedirik də. Özün
olmaq üçün bu dünyada indi ətrafında ən baxsan, bax mədrəsə bilə yəni təsir qoyur. Kəlisəyə gedirsən, məscidə gedirsən, molla beyniyən fikirlər soxur, sosial medianı açsan filan, özündən bir fikrin yoxdur ki, oradan buradan alıbsan da qullan. Və nə zaman özün ola bilərsən? Buna gətirə bilər. Özünlə bərabər fikirləşən, yəni özün zaman ayıra bilib özün olmaya cəhd etdiyin zaman ola bilərsən. Bu nə zaman olur? Məsələn, sənin həyatında çox tragik bir şeylər olanda olur ki, Dünya məsələn, sən savaşı. bəlkə sənin dünya savaşı Hı. misal olaraq. Ölüm. Ya onlar o qədər böyük ölüm, amma o qədər böyük olması da olar. Məsələn, sənin Çətin. qəlbin qırılanda. Aha. Məsələn, sən artıq elə bir həyatında bir şey ola ki, gəlib sənə bu sualı soruşturur ki, mən niyə yaşıram? Nə üçün yaşıram? Məni xoşbəxt edən, həyatın mənası nədir? Sualı soruşduran hər şey. Amma bu ölüm də çünki sənin həyatının limitli olduğunu sənə xatırladır. Deyir ki, dünən, bu gün, sabah sən bilmirsən öləcəksən, qalacaqsan. Sənin çox limitli bir həyatın vardı. Və bu ölüm səni əslində gətirir və ölümdən qorxmaq və ya ölümdən qorxmaq yox, ona da qarşıdır. Çünki deyir ki, biz ölümü qəbul etməliyik. Ölüm həyatın, əslində həyata məna verən şeylərdən biridir. Ölümdür ki, bu bizim həyatımızın finite olması, limitli olmasıdır ki, Zamanı sənə xatırladır. Zamanın qısıtlıdır. Zamanın qısa. Bəs özün olmalısan. Özün olmalısan. Çox gözəl. Burada ölüm, indi bayaq saydığın şeylər, qorxu, stres, travma, nə bilim, qız dostundan ayrılıbsan, depression falan. Bilimin, pozitivist bilimin, rəvanşünasının, psixologinin baxışı necədir buna? Daha çox dərman eləməyə çalışırlar. Hayır, Ya sol. danışaraq ya da Problem ya da- görür bunu. Aa, Bunu problem gördüyü üçün istəyir dərman eləyə. Heidegger isə deyir, bizi özümüz eləyə biləcək amillərdirlər bunlar. Baba, qoyun olsun, bunlar normaldırlar. Yəni mənim ölümü anlaya bilməm, anksiyetəm bəlkə məndə bir oyanıqlığa səbəb olacaqdır. Bəlkə mənim başıma bir dan gələcək ki, qoyun kimin yaşamışam, indi mən ölümün farkına varmışam və danmayacağam. Bax, o psixology deyir ki, dan, fikirləşmə, ölümə fikirləşmə, stres olar bilən, anxiety gətirər. Yox, sanki heç ölməyəcəyimiz kimi, heç bir ölüm həqiqət deyilmiş kimi. Yaşayacağıq, həyat gözəldir, dağa get, filana gəl, filan. Baba, öləcəyik. Bu bir gerçəkdir. O zaman ki bunu başa düşürsən, başlayırsan özün fikirləşməyə, zamanın qısıtlı olduğuna, məhdud olduğuna fikirləşməyə və Heidegger deyir ki, ölüm bizi fərdiləşdirir. Ölümdür ki bizi özümüzə qaytarır. Ölümü anlamaqdır, ölümün özü yox. Ölümü anlamaqdır. Bilmirsən mənim yadıma nə gətirir? Keçən biz Frankfurt məktəbindən danışanda, biz political correctdən danışdıq ki, artıq məsələn hər şeyi bir yumuşatmaq bir şey yolunda gedirik. Dedik, çox gözəl misal oldu. Ölüm yox, ölüm, unalive, cansızlaşdırma. Bunu bilmirəm, bu bölümü düşünərək deyibsən, hətmən. Yox, bu bölümü düşünərək deməmişdim. Həqiqətən ola bilər. Həqiqətən məni belə qıcıq etdirən şeylərdən biridir. Sosial mediada çox tez qabağıma gəlirim və sən də hətta yadıma gəlir ki, sən dedin ki, onu eləyirlər ki, o alqoritm bilələrin şey eləməyə, blok eləməyə və videoları. Amma məsələn, onu qərar verən bir sistemdir. Sözün bölürəm, bağışla, heç bölməzdim ha. Bu dəfə böldüm, ona görə üzr istəmək istədim. Dedim. Bunun dəlilini də deyək. Ağa, bilim niyə çalışır bunları yumuşalda deyə ki, stresin olmasın, sən lazımsən, sən önəmlisən, sən ölümə fikirləşmə, stresin olmasın, ayrılıbsan, anksiyeten olmasın, depresyona girməmən lazımdır. Bunlar pis bir şeylərdir. Niyə bunları yumuşatmaya çalışır? Sənə lazımdır işləyə. Ay, çox cahil. Əlbəttə ki, sənə lazımdır. Sərmayədarın cəmiyyət qabağıdır, sənə əsgər lazımdır, sənə işləyən lazımdır, sənə stresli, döktür lazımdır, qorxan, sənə məktəb müəllim lazımdır. Travmatik qorxular içində insanı necə karxanada 9 saat işlədəcəksən? Çatlar. Sən bunların psixoloq, o sərmayədarı ilə gəlir də əslində bu psixi problemlər. Foucault-a görə gedib onu danışacağıq zamanında. Amma sən bu adamları dərman eləmən lazımdır ki, 9 saat yox, 10 saat işləyə. 10 saat yox, 11 saat işləyə. Sən fərz edə bilirsən də, burada Avropada bilməm medianda da elə fikir mövcud idarələrdə var. Sübh saat 8-də gedir, axşam 5-də qayıdır, 4-5 saat özünə və xanvadəsinə qalır, onu da yatır yorulduğundan görə. Həftə sonları
şənbə, şənbə, yəni Saturday, Sunday qalır biləsinə. Onu da həftə başlayandan uzaqdan durbinlə baxır ki, nə zaman gələrdi da, gələrdi 2 gün özümə olardım da. Sən bax gör bu Sübh həyata. həyatından nifrət Sübdən edən də axşama yuxuya bilgisayar qalxırsan. dalında, idarədə bir dənə mükəb cubicle-ın içində hey işlə. Baba, adam dəli olar. Bunu dərman eləməyəcək. Olur da zaten. Olur da dəli olmuşuq da. Ona görə bir psixoloji Onlar lazımdır da. dərman eləməyə çalışırlar. Qoyunları qoyun olaraq saxlamaq çox çətindir. Baba, insanı qoyun kimi Niyə saxlaya bilməsən, bəlkə demirəm dərman eləyəsən, bir kateqoriyaya soxasan ki, sən stres yaşayırsan, bu problemdir. Bunu gəl dərman eləyəsən əzizim. Depression yaşayırsan, bu problemdir. Bunu demirəm kökünə mənədir. 9 saat iş yerində çat deyirsən, get dünyanı dəyişək. Dünyanı 2 dəyişmək, qram da pul şəxsi qazanmısan. dəyişmək istəyir. Ay so, az da pul verilə bilər. Şəxsi dəyişdirmək istəyir. Deyir, problem səndədir. Sən özünü daha bu həyata uyğunlaşdırmalısan. Sistemi dəyişmək istəmir o. Zadı dəyişmək. Çox gözəl. Xahiş edirəm bu Təpik, alqış. Alqışlamayla. Yo, fanlarımı demək istəyirəm ki, xahiş edirəm Sinəyə bu dəfə yazmayın üçün çox gözəl bir nöqtə ilə sözümü böldü. Onun üçün qəbuldur. Sağ ol. Bizi bəlkə deyəsən, bəlkə zad eləmir. 16 nəfər unfollow edib. Öyle bir şey yoktur. Biraz felsefe. 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 Son dəfə biz Frankfurt məktəbindən danışanda bu political correctness məsələsi gəldi ki, artıq dilimizi belə o qədər yumşaldırıq. Elə mən başda səndən o siyasət sualını soruşmam da elə gəlir, eyni yerə bağlanır ki, Haraya? biz insanlıq olaraq elə nöqtəyə gəlmişik ki, ölümü keçdim, daha belə real filmə zada baxanda belə, məsələmin gedib belə əslən heç real olmayan, məsələmin oturub bir dənə məsələmin uşağın yaşadığı, məsələn bir film olar ki, məsələn uşağın yaşadığı çətinlikləri görsədə, Aha. o filmə artıq baxmaq istəmirik. Deyirik ki, niyə? Mən zaten sübdən axşama gedib eşək kimi işləmişəm, indi Bir də gəlmişəm ağlaya bilmərəm. yorğunam. Yorğunluğuma da bir də gəlib istəmirəm ayrı bir insanın stresin təkəm ki, biləm ki, məsələn, Sudanda iç müharibə olur, belə şeylər olur, Filistində belə şeylər olur. Yəni nə bilim, çox uzağa getmək lazımdır məsələn. Bizim öz məmləkətimizdə nələr olur, artıq onu çəkmək istəmir. Və buna görə də belə məncə o sistem gəlir self-servant olur. Yəni sən nə eləsən də ta gedib o öz dəyərin, öz varlığın mənasını tapmadığın sürəcə, o sürüyə qatılıb onun dağılısında getdiyin sürəcə eyni şeyi, eyni çarx dönəcəkdir. Və Heidegger bunu çox spesifikləşdirdik, yəni modern dünyaya gətirdik. Deyir, o zaman ki biz anladıq zamana bağlı varlıqlarıq, o zaman özümüz olmaya başlayırıq. Bu zamana varlılığı necə anlayırıq? Necə bizdə baş verir bu zat? Keçmişimizə peşmançılıqla baxırıq. Səbəbi budur ki, az zamanım var idi, öləcəyəm, amma elədiyim işlər qoyun varı, heç bir şey eləməmişəm, qatqım olmayıbdı. Özüm ola bilməmişəm, elə işdən evə, evdən işə. Bununla bağlı Aha. bu peşmanlıqla bağlı bir cümlə mən video baxanda eşitdim və birinci dəfə idi, çox gözəl idi. Deyir ki, peşmanlıq bilirsən nədir? Nəyə yarar? Hər şeyin səbəbi var. Səbəbi var. Neymar. Tamamilə əlaqəsiz. Deyirdi ki, peşmanlıq bilirsən nədir? Sənin bu gün istəyib amma olmadığın şeydir. Çox gözəl bir cümlədir. Çox gözəl bir cümlədir. Sənin bir də peşmanlıq odur ki, sənin bu gün olmaq istədiyin amma olmadığın şeydir. Ona görə nə dözdür bu? Peşmanlıq. Bütün nə deməz. Bu nədir? Bu nə deməkdir? Peşmanlıq nəyə yarar? Qolu vurdu. Səbəbi var. Junior Neymar olmadı ya. Ona görə də əxlaq dediyimiz şey Kantı, mantı falan boş verin, bu günəcək danışmışıq. Descartes falan beman. Əxlaqiyyat bizim özümüzün yaşanmış təcrübələrindən qaynaqlanmalıdır. Qurallardan yox. Dünyada qoyulmuş qurallardan yox. Siyasətdə qoyulmuş. Yəni psixoloji bilim varlığımızın üstündə, bizim varlığımızın üstündə. Anksiyetələrimizlə, stresslərimizlə, travmalarımızla bahəm fokuslanmalıdır ki, bizi öncədə öz varlığımızı kəşf eləyək. Nəinki
rəftarımızı, behaviorımızı, davranışlarımızı dəyişdirək və sistemə uyğunlaşdıraq. Bilim bu olmamalıdır. Heideggerə görə. Mənim buna çox böyük bir tənqidim vardı. Nədir o tənqidin de görək? Neçə nəfərin o imtiyazı vardı ki, işləməyə və ya o sistem İşləyə. dalında qatmaya. Yadınıza gəlir, mən bu podkastı başlayanda deyirdim ki, çox kasıb oturub fəlsəfə toxuya bilməz. Elə mənim deyəcəyim səbəblərindən elə birisi də budur ki, neçə nəfərin o imtiyazı var. Mən bunu gətirib bu günə, heç bu gün olmasa da, məsələn, 2-ci Dünya Savaşına. Məsələn, neçə dənə insanın imtiyazı var idi ki, deyə, hə, mən indi məsələn Amerika, İtaliya, Fransa, Rusiya, hər hansı bir ölkə mənim dövlətim məni çağırır, mən gedəm əsgərə. Neçə nəfərin o şansı, o haqqı var idi ki, deyə Getmir. yox. Mən istəmirəm gedəm. Mən istəyirəm gedəm nəqqaşı çəkim. Mən istəyirəm gedəm evimdə. Mən bilirəm ki, mən çox Özüm olam. yaxşı bir dənə mənim ürəyimdə budur ki, Dazayn mən olam. saz salam. Hmm. Mənim ürəyimdə budur ki, mən saz salam. Mənim için budur. Mənim ən yaxşı olduğum şey. Neçə nəfərin o imtiyazı var idi? Neçə nəfər bunu həqiqətən gəlib Eləyə realitə bilər. həyatında eləyə bilər? Onu Çox deyir də, bu da onu demir ki, şəxsdə. Bilmirəm, bu əlbəttə bunu daha dərin oxumaq lazımdır. Bu əcəba insanlara mı belə bir dəstur verir, yoxsa deyir həyatı belə qurduğumuz üçün modernitə yanlış gedib. Yəni sistemi mi tənqid eləyir, yoxsa şəxsləri tənqid eləyir? O da çox önəmlidir. Bunu da elə baxmağımız lazımdır. Mən orada fərq Amma görmürəm. Mən Mən şəxslə ikisi ilə də cəmiyyət problemim var. İkisi ilə problemim var. Heidegger bilir ki, oxuduğu üniversitədə ustadı ki, Yahudidir, onun yerini tutur. Aa, Onun Nazi yerini tutur. aldığını danışmadı. Onun yerini tutur. Yəni Almanda Nazilər başa gəldikdən sonra, Yahudiləri qırdıqdan sonra və bu ustadı bunun məcbur qaldı ki, qoyur çıxır gedir. Kimi gətirirlər bunun yerinə? Rektor olur. Rəis Heidegger'i. danışqa olur. Heidegger'i gətirirlər o üniversitəyə. Rəis danışqa olur. Niyə? Çünki Heidegger gedir əvvəl gündən Nazi partisinə, Hitlerin partisinə uzv olur. Yaxşı. Və nəyə görə? Alman krizdədir və özümüzü tapmaq üçün dünyanın bu qurduğu çertüpert şeylərə qarşı bir ideya lazımdır. Alman özünü tapmalıdır. Yəni Alman dazaynını, yəni Alman insanı özünü tapmalıdır və Hitler bunun üçün böyük bir imkandır deyə düşünür əvvəl gündən. Niyə? Deyir ki, o normalda gördüyümüz siyasətlə getmir qabağa, həqiqətləri danışır, yalan danışmır, açıq danışır falan filan. Və son günə qədər də uzğa eləmir. Hətta o gündə də görür milyonlarca insanı atırlar, yandırırlar. Ondan sonra belə uzğa eləmir. Savaş qurtulur, yenə də uzğa eləmir. Ya sadiq qalır, ya yox, çox belə açıqlama da vermir, səssiz qalır. Bu bəhanə ola bilməz ki, mən getdim, adam öldürdüm, yandırdım nazilərin elədiyi kimi. Və ya pis işlər gördüm və ya hər hansı bir şey elədim, təcavüz elədim, nə oldu filan mehman. Eşqimdən idi, filandan idi. Mən özüm olmaq istəyirəm. Camiənin qurallarına quramaz edirəm. Nə xaos olar? Bir-birinin əslində camiəni toplumu saxlamaq olar. Sənin nəzəriyyən tamam bu toplumun bax sərmayədar sisteminin problemləri var. Gətirdiyi böyük problemlər var. Bayaq saydıq. 9 saat işlə, 10 saat işlə və bunu gətir dərman elə, sənin müşkil görürsün, depressionun sənin boynuna atsın. Alternativ nədir? Hə, amma alternativi də bu deyil ki, özümdən falan filan zədəm. Rusiyada da bu işlənir. Dazayn, Heideggerçilər var. Rusiyanın ən böyük danışmanları, müşavirləri, siyasi müşavirləri Heideggerçidirlər. Niyə? Deyirlər ki, Rusiya öz təcrübəsini yaşamalıdır. Bu liberal, demokrat dünyanın dışında bir dünya tərifləməsi lazımdır Rusiyaya. Nə cür? İnsanları öldürərək, savaşla falan filan, başqa yol yoxmu? Mən isə deyirəm bunun toxumlarını atır. Mən əslində bir sual, çox asan bir sual soruşaraq məncə bunu tənqid eləmək olar. Səncə 2-ci Dünya Savaşında və ya hər hansı bir müharibəyə gedən əsgərlərin ölüm qorxusu yox idi? Əslən orada Nazi partisinin zadı idi da. Fəlsəfəsi ilə mən bu argümanı da qəbul edirəm. Onun fəlsəfəsi ayrı, şəxsi həyatı ayrı. Bunları ayrı tutmaq yox. Belə bir şey yoxdur. Mən də qəbul eləmirəm. O Nazi partisinə nə qədər adam qoyun kimi əllərini filan cür eləyib düşürdülər filan kəsin. Bir dənə axmaq özünü bəyənmiş narsist bir liderin dalına qoyun kimi gedirdilər, onun uğruna ölürdülər. Yaxşı bax qoyundan xoşun gəlmirdi. Nə oldu getdin o partinin uzvu oldun ay Heidegger. Çox böyük tənaquzlardır. Bax bilirsən nədir? Abstrakt konseptlərdə yaşayırıq. Dazayn, mazayn. Mən şəxsi düşüncədən ayırmağa inanıram. Yəni buna inanıram ki, məsələn bir dənə döktür gəlib deyirsə ki, siqar çəkmək sənin üçün pisdir.
amma gəlib özü siqaret çəkirsə, bu mənaya gəlmir ki, Qələt siqaret eləyir. çəkmək pisdir. Çox O qələt eləyir. şəxsi seçim idi. Yox, ciddi deyirəm. Onun üçün mən Döktürə burada buradan canı demək mən istəyirəm ki, mən Heideggerçi səndən deyiləm. hiss olmaz. Sən hiss deyilsən. Mən burada Heideggerçi deyiləm, amma mən inanıram ki, sən əgər ortaya məntiqli bir argüman qoysan, o Hop. argümanı sən şəxsi Tamam. olaraq eləmək Düz. məcburiyyətində deyilsən. Amma məqul Sən bir şəxsi zəmində. Göz döktürüm mənim əgər gözlükdüysə, gözü zəifdirsə, göz döktürüm mənim. Deyərəm ki, bax bu öz seçdiyi bir şey deyil. Bu xəstəlikdir, gözü zəifdir, bəlkə dərs oxuduğu üçün olubdu filan beyman. Yaxşı, və ya siqaret çəkirsə, həyat sistem falan gətirib buna buraya zad eləyib də məquldur da insan öldürmür ki. Məni doğru yola, düz yola hidayət edir. Amma sən edə bilməzsən 1933-dən 1945 savaşın sonuna qədər milyonlarca insanı öldürən insan zad eləyirsən və belə bizə gətirəsən motivasyon ispisləyə verəsən ki, ölüm qorxusu səni özün eləyə bilər, özün olmaq falan filan. Bu qədər qoyun insana ən azından sən fəlsəfəçisən, sosial bilimsən, döytürdəsən ki. Bu qədər insana bir dənə tənqidi var bu adamın ki, Alman ordusu, Nazi ordusu bir çoxu qoyunlardan olur. Və deyirdin qoyun olmaq zət deyil və özün ol falan filan. Sən özün idin yoxsa sənin ustadın işdən atıb səni onun yerinə gətirdiyin üçün susubsan? Və bu qoyun olmaq deyil, Dazayn. Heidegger Həştad düz altı adam il. deyil. Düz oğru. bəlkə Dazaynın biri Dazayn. onun Dazayn bundan sonra Dazayn. söyüşdü. söyüşdü. Yamandı. Dazayn belə Dazayn. düz olmayan, özünü tanımayan oğlanlara Heidegger kimi adamlara deyərik Dazayn. Düşün belə. Yo, bundan adam çıxmaz. Yaxşı elə bunu Məncə dedim. də yaxşı boş dedim. ver. Ya, sağ ol. Heç Allah rəhmət eləsin də deməyəcəm. Allah rəhmət eləsin. Çox